Yola çıxmışıq, gedirik hava limanı. Hər səfərdən əvvəl təbii ki, fikirlər biraz qarışıq olur. Görəsən bu dəfə necə olacaq, bizi nə gözləyir? Amma bir şey dəqiqdir. Yeni ölkə, yeni təəssüratlar və yeni hekayələr. Bəzi səfərlər var ki, təkcə yol deyil, eyni zamanda futboldur, həyəcandır və atmosferdir. Həmçinin getdiyin ölkəni kənardan yox, daxildən kəşf etməkdir. Elə yolumuz Türkmənistanın paytaxtı Aşqabadadır. Getdik. Gedirik biletlərimizi götürməyə, birazdan yoxlanışdan keçib təyyarəyə minəcəyik. Hava limanında həmişə fərqli bir aura olur. Ayrılığa gələn kim, yeni səfərə başlayan kim. Biz isə sadəcə yolun həyəcanını yaşayırıq. Hazırda biz Heydər Əliyevana Beynəlxalq Hava Limanındayıq. Bir qədər sonra təyyarəmiz uçuş edəcək və İstanbula yollanacaq. Oradansa təbii ki, Aşqabada yola düşəcəyik. Bu yolda mənim yol yoldaşım Fəriddir. Fərid, salamlar. Sağ olun. Gedirik. İnşallah hər şey yaxşı olar. Artıq təyyarəmiz havaya qalxır, aşağıda şəhərin işıqları yavaş-yavaş uzaqlaşır, biz isə buludlara bir qədər də yaxınlaşırıq. Qarşıda bizi uzun bir yol gözləyir. İlk dayanacağımızsa Türkiyədir və əsl macəra da elə bundan sonra başlayır. Təxmini 10 dəqiqə olar İstanbul Hava Limanına eniş etdi və hardasa 2 saata yaxın burada gözləyəcəyik. Bu vaxt uzana da bilər və gecə saat 3 radələrinə Türkmənistana çatmağı planlaşdırır. Artıq İstanbul Hava Limanındayıq. İnsanlar tələsir, biraz sıxlıq var, amma bu enerjini hiss etmək maraqlıdır. Hər addımda yeni səhnələr, yeni hekayələr ortaya çıxır. Artıq bir neçə saatdır İstanbul Hava Limanındayıq və aradakı məsafə bir qədər çox olduğuna görə buranı gəzdik, dolaşdıq. Burada kifayət qədər böyük bir ərazini təşkil edir. Yorulduq və qərara gəldik ki, oturaq bir kofe içək, çünki bir qədər sonra artıq Türkmənistana uçuşumuzun vaxtıdır. Təyyarədəyik və artıq yola düşmüşük. Buludların arasından keçərkən hər an biraz həyəcan, biraz da maraq hissi olunur. Bu səfər yeni hekayələrlə dolu olacaq. Saat gecə 4-ə qalıb və biz Türkmənistanın paytaxtı Aşqabada eniş etmişik. Çox yorğunuq, uzun yol qət eləmişik. Hazırda otelə gedib dincələcəyik, çünki sabah bizi gərgin iş prosesi gözləyir. Türkmənistana axşam saatlarında çatdıq və burada maraqlı olacağını artıq ilk saniyələrdən hiss etməyə başlamışdıq. Hava yağışlı idi, amma bu şəhərin sehrini biraz da artırırdı. Yağışın altında şəhər çox fərqli görünürdü. Hər şey daha təravətli və canlı idi.
Otelə yerləşdik, bir qədər dincəldik və səyahətimizin yorğunluğunu çıxarmağa başladıq. Türkmenistanda ilk günümüzdür və günün proqramına uyğun olaraq biz media forumunda iştirak etmək üçün bu məkana gəlmişik və burada bir çox dövlət rəsmiləri, eyni zamanda Azərbaycanın Türkmenistandakı səfiri Qismət Gözəlov da iştirak edir. Həmçinin dünyadan media nümayəndələri bura toplanıblar və onlar bu turnirlə bağlı öz fikirlərini bildirəcəklər və elə bizim də Türkmenistana gəlməyimizin səbəbi var. İstərdim bu qayəni sizlərə açıqlayım. Türkmenistanın futbol klubu Arkadağ Asiya Çempionlar Liqasının 2-ci dərəcəli klub turnirində Səudiyyə Ərəbistanının Əl-Nəsir kollektivi ilə üz-üzə gələcək və bu qarşılaşma həm Türkmenistan dövləti tərəfindən və ümumilikdə Türk dövlətləri arasında beynəlxalq səviyyədə kifayət qədər maraq doğurur. Nəzərə alaq ki, Əl-Nəsir heyətində Cristiano Ronaldo, Sadio Mane, Kingsley Coman kimi ulduzlar var. Elə biz də bu, yəni Türkmenistanda olduğumuz gün ərzində ümumi buradakı idman həyatı və sırf Arkadağ və Əl-Nəsir oyununa fokuslanacağıq. Türkmenistan gəldiyimizdən bəri bizi təəccübləndirməyi bacardı. Qısaca olaraq sizə bu ölkə haqqında ətraflı məlumat verim, daha sonra macəramıza davam edək. Mərkəzi Asiyanın ən maraqlı və bir o qədər də əsrarəngiz ölkələrindən biridir Türkmenistan. Paytaxtda Aşqabad olan bu ölkə ilk baxışdan səhranın ortasında qurulmuş futuristik bir şəhəri xatırladır. Əhalisi təxminən 6 milyon nəfərə yaxındır və əsasən türkmənlərdən ibarətdir. Dilləri türkmən dilidir və bizim dilə çox oxşayır. Bir çox sözləri rahat başa düşmək olur. Bu da bizə bir yaxınlıq hissi yaradır. İqlim əsasən quraq və kontinentaldır. Yaylar çox isti, qışlar isə nisbətən sərt keçir. Hətta yayda temperatur 50 dərəcəni rahatlıqla keçir. Həyat tərzi daha çox sakit və ənənəvidir. Türkmənlər ailəyə və milli dəyərlərə çox bağlıdırlar. Milli geyimlər, xalçaçılıq və atçılıq burada xüsusi yer tutur. Vaxt tapdıqca isə bütün bunları əyani şəkildə sizlərə göstərəcəyik. Xüsusilə Axaltəkə atları dünyaca məşhurdur və bu ölkə üçün qürur mənbəyidir. İqtisadiyyat əsasən təbii qaz ehtiyatlarına əsaslanır. Türkmenistan böyük qaz ehtiyatlarına malikdir və bu ölkənin əsas gəlir mənbəyidir. Şəhərlərdə infrastruktur kifayət qədər inkişaf edib. Geniş yollar, yeni tikililər və böyük dövlət binaları diqqət çəkir. Amma ümumi olaraq desək, Türkmenistan həm müasir, həm də ənənəvi elementləri bir arada saxlayan, səhranın ortasında fərqli bir atmosferə sahib ölkədir. Burada həm sakitlik, həm genişlik, həm də biraz sir var. Əlqərəz, Mərkəzi Asiyada fərqli macəra axtarırsınızsa, Türkmenistan sizi mütləq təəccübləndirəcək. Bu gördüyünüz məkanı operatorumuz sizə elə belə göstərmədi. Məhz bu arenada oyunla bağlı hazırlıqlar gedir. Hazırlıqlar nədən ibarətdir? Oyun günü flashmob olacaq və ölkə gəncləri, Türkmenistan gəncləri həmin flashmobda iştirak edəcəklər və çox intensiv şəkildə hazırlaşırlar. Ümumi artıq bizim Aşqabadda 2-ci günümüzdür və şəhərin atmosferi, təmizliyi, insanların istiqanlılığı diqqətimizi çox çəkir və eyni zamanda oyuna marağı da vurğulamaq lazımdır. Türkmenistanda olduğumuz müddətdə Azərbaycanın Türkmenistandakı səfirliyinə də baş çəkməyi unutmadıq. Bu bizim üçün həm qürur verici, həm də çox önəmli bir məqam idi. Səfirlikdə bizi səmimi qarşıladılar və Azərbaycan-Türkmenistan münasibətləri haqqında maraqlı söhbətlər etdik.
İki qardaş ölkə arasında tarixən formalaşmış dostluq, ortaq mədəniyyət və əməkdaşlıq əlaqələrinin necə inkişaf etdiyini yerində eşitmək çox fərqli hisslər bəxş edirdi. Xaricdə Azərbaycan hava-havasını hiss etmək isə tamam başqa duyğudur. Bu görüş səfərimizin ən yadda qalan məqamlarından oldu. Hazırda biz Azərbaycanın Türkmənistandakı səfirliyinin ərazisindəyik. Bir qədər sonra Azərbaycanın Türkmənistandakı səfiri cənab Qismət Gözəlovla Azərbaycan və Türkmənistan arasındakı qarşılıqlı idman əlaqələri haqqında danışacağıq. Son zamanlar Türkmənistan-Azərbaycan münasibətləri yeni bir müstəviyə qədəm qoyub. Təkcə onu deyə bilərik ki, keçən il 2025-ci ildə hər iki tərəfdən ali səviyyədə səfərlər həyata keçirilib. Digər sektoral olaraq, digər nazirliklər səviyyəsində də səfərlər həyata keçirilib. Keçən il iki ölkə arasında birgə hökumətlər arası komissiyanın iclası keçirilib. Münasibətlər hər keçən gün davam etməkdə. Bu birgə hökumətlər arası komissiyanın protokolunda idman sahəsində idmana xüsusi bir bölüm ayrılıb. Daha sonra şəhəri gəzmək fürsətimiz oldu və həqiqətən çox maraqlı məkanlara baş çəkdik. Türkmənistanın simvollarından sayılan Alaba iti üçün ucaldılmış nəhəng heykəli yerində gördük, ölkədə bu cinsə verilən dəyərin açıq göstəricisi idi. Daha sonra isə dünyanın ən böyük heykəllərindən biri hesab olunan böyük şair Məktumqulu Fəraqi üçün ucaldılmış abidəni ziyarət etdik. Möhtəşəm və çox təsirli idi. Səfərimiz çərçivəsində Sirkə də baş çəkdik. Türkmənistanın qədim xalçaçılıq ənənələrini əks etdirən Xalçaçılıq muzeyini də gəzdik. Ümumiyyətlə, şəhər çox səliqəli, geniş prospektləri və monumental memarlığı ilə yadda qalır. Qısa vaxt ərzində kifayət qədər çox yer görməyə nail olduq və hər məkan bu ölkəni daha yaxından tanımağa kömək etdi. Hazırda Türkmənistanın mərkəzi küçələrindən birindəyik və bu fonda gördüyünüz itin adı Alabaydı. Təbii ki, bu it Türkmənistan xalqı üçün çox dərin məna kəsb edir və elə onun xatirəsini əbədiləşdirmək üçün məhz mərkəzi küçələrdən birində onun üçün heykəl ucaldılıb. Oyunun keçirilməsinə artıq bir gün qalıb və axşam mətbuat konfransı olacaq. Təbii ki, mətbuat konfransından öncə bizim bir media nümayəndələri üçün şəhər turumuz başlayıb. Təbii ki, növbəti dayanacağımız, hazırki daha doğrusu dayanacağımız məhz bu gördüyünüz məkandır və fonda gördüyünüz şəxs isə Türkmənistanın xalq şairi və Türkmən xalqı üçün önəmli şəxslərdən biri olan Məktumqulu Fəraqidir, hansı ki, onun namına, adına məhz bu bölgədə heykəl ucaldılıb və bir məqamı da diqqətinizə çatdırım ki, bu heykəl böyüklüyünə görə Guinnessin rekordlar kitabına da düşür. İndi biz gedirik Xalça muzeyinə. Təbii ki, oradan da sizə görüntüləri təqdim edəcəyik. Bir qədər şəhəri sizə belə göstəreyim. Sizə bura diqqətimi çəkən əsas məqamlardan biri şəhərin çox səliqəli, təmiz olmasıdır. Sakit bir yerdir. Türkmənistanda xalçalar həqiqətən möhtəşəmdir. Hər biri öz naxşı, rəngi və hekayəsi ilə diqqət çəkir. Burada keçmişlə indi birləşir, hər xalça bir tarixi əks etdirir. Türkmənistan Xalça muzeyinə gəlmişik və açığı kifayət qədər maraqlı yerdir deyə düşünürəm. İstərdim sizə də bir qədər qısaca məlumat verim. Çünki xalçalar Türkmənistanda
atlar qədər, eyni zamanda bura özəl cins itlər qədər xalçaları da bunlar üçün, yəni Türkmənistan, qardaş ölkəmiz Türkmənistan xalqı üçün kifayət qədər vacib sayılır və məhz bu gördüyünüz xalça böyüklüyünə görə Guinnessin rekordlar kitabına düşüb. Eyni zamanda bu sağ tərəfdə gördüyünüz xalça da kifayət qədər böyükdür və 1945-ci il təxmini bu civarda hazırlanıb. Eyni zamanda burada bir məqam da var, onu da istərdim sizə göstərim. Cənab Prezident İlham Əliyevin 2018-ci ildə Türkmənistana səfəri zamanı məhz buranın xalça muzeyinə Azərbaycan xalçasını da hədiyyə edib. Mümkünsə onu da göstərək. Belə bir xalçadır və milli ornamentlərlə hazırlanıb. Mən istərdim digər tərəfdə göstərim. Bəzi xalçaların çox sıx hazırlanıb. Yəni bir hissəsində məhz bax bu xalça 3000-dən çox naxışdan istifadə olunub və su keçirmir. Yəni bu da çox diqqətimi çəkdi mənim. Xalçaçılıq o qədər irəli səviyyəyə gedib ki, həmin dövrlərdə müəyyən heyvanların üzərinə belə, məsəl üçün dəvənin, atın, hətta itlərin belə xalçadan geyimləri olub. Çox maraqlıdır həqiqətən də. Açığı Türkmənistana ilk səfərim olmağına baxmayaraq, mən düşünürəm ki, qismət olsa yenidən bura gəlmək istəyərəm. Gəlmişik Türkmənistan dövlət sirkinə və bura çox böyük bir ərazini əhatə eləyir. Görürsünüz. Keçək baxaq görüm içəridə nələr var. Tamaşanı bu qədər yaxından izləyirəm sirkdə. Sözün həqiqi mənasında çox möhtəşəmdir. Gördüyünüz məhz Türkmənistan atlarının müxtəlif trükları göstərilir təlimçilər tərəfindən və yuxarıda da ansambl, canlı ansambl ifa edir və bütün bunların sonunda da belə gözəl tamaşalar ərsəyə çıxır. Sirk proqramı ayrıca maraqlı oldu. Bunu bizimlə bərabər Türkmənistana gələn xarici media nümayəndələri də təsdiqlədilər. Xüsusilə ahal-təkə atlarının iştirakı ilə göstərilən nömrələr böyük təsir bağışladı. Bu məşhur atların zərifliyi, sürəti və peşəkar çıxışları zala fərqli atmosfer bəxş edirdi. Akrobatik trüklar və atlarla nümayiş olunan səhnələr həqiqətən yadda qalan idi. Türkmənistanın milli simvollarından biri olan bu atları canlı izləmək bizim üçün də fərqli təcrübə oldu. Hazırda Türkmənistanın ən böyük ticarət mərkəzlərindən birindəyik və burada fanzona quraşdırılıb. Bura gələn azarkeşlər klubun inkişaf tarixi ilə maraqlana bilərlər. Eyni zamanda bax burada hazırda gördüyünüz formalar olsun, papaqlar olsun, eyni zamanda klubun əşyalarını əldə edə bilərlər. Xarici vətəndaşlar da burada gəlib məhz gördüyünüz güşədə əyləşərək ümumi yaradılan bu atmosferi yaxından hiss edə bilərlər və hələlik isə biz buradan sonraki mərhələ məşq prosesi olacaq. Həm komandaların son məşqi, son hazırlıq prosesi, eyni zamanda mətbuat konfransı bizi gözləyir.
Hal-hazırda mətbuat konfransındayıq. Bir qədər əvvəl Arka-Dağın baş məşqçisi və futbolçu media nümayəndələri üçün açıq press konfrans keçirdi və hal-hazırda fasilədir. Bir qədər sonra isə Əl-Nəsirin baş məşqçisi və futbolçular jurnalistlərin suallarını cavablandıracaqlar. Oyundan əvvəl mətbuat konfransı maraqlı keçdi. Hər iki komandanın baş məşqçisi səhnəyə çıxıb oyunla bağlı danışdılar. Onların maça ciddi yanaşmaları isə gərginliyin artıq başladığının siqnalı idi. Biz də boş dayanmadıq. Bütün anları izlədik, nəticələr çıxardıq. Hətta komandaların son məşqindən əvvəl fürsət tapıb yerli media nümayəndələrinin də suallarını cavablandırdım və öz hesab təxminlərimi dedim. Bircə qalırdı meydanda nə baş verəcəyini görmək. Artıq mətbuat konfransları bitdi. Ab-hava kifayət qədər yüksəkdir, xüsusilə də yerli azarkeşlərlə burada həm söhbət oldum və bildirdilər ki, Arka-Dağdan bu qarşılaşmada yüksək nəticə gözləyirlər və nəzərə alaq ki, Cristiano Ronaldo da gəlməyib. Əl-Nəsir cəbhəsində xaos var. Məncə bu oyuna təsir edəcək. Hər bir halda nəticəni izləyib görəcəyik. Artıq Arka-Dağ Əl-Nəsir qarşılaşmasının başlamasına çox az bir vaxt qalıb. Təxminən 10-15 dəqiqədən sonra qarşılaşma startı götürəcək və demək olar ki, stadion tam dolub, bəzi yerlər boşdur, lakin hələ ki azarkeşlər gəlməyə davam edirlər. Çox yağışlı, çiskinli hava var. Hər halda azarkeşlərin səsini də eşidirsiniz. Düzdür, oyundan əvvəl müəyyən xoreografiya və flashmob nəzərdə tutulur, yəni konsert nəzərdə tutulur. Daha sonra isə maç start götürəcək. Stadionda atmosfer tamam başqa idi. Səs-küy, azarkeşlər, tam futbol havası deyə bilərik. İlk isə kifayət qədər gərgin keçdi və Əl-Nəsir hesabı da açmağı bacardı. Tribunada isə havanın yağışlı olmasına baxmayaraq gərginlik biraz da artırdı. Fasiləyə çıxanda biz də fürsətdən istifadə edib çayımızı içdik, biraz dincəldik və ikinci hissəyə kökləndik. Çünki hələ irəlidə növbəti 45 dəqiqə var idi. Arka-Dağ Əl-Nəsir qarşılaşması artıq başa çatdı və çox təəssüflər olsun ki, meydan sahibləri bu qarşılaşmada 0-1 hesabı ilə məğlub oldular. Təbii ki, bu hələ son deyil. Bir qədər sonra isə mətbuat nümayəndələri üçün konfrans təşkil olunacaq. Artıq oyun başa çatdı, baş məşqçilər öz fikirlərini bildirdilər, azarkeşlər də komandalarından razı qaldılar. Hər kəs cavab oyununda qələbə gözləyirdi, amma biz Bakıya qayıtdıqdan sonra növbəti həftə cavab oyunu da oldu və o maçda da Arka-Dağ 1-0 hesabı ilə məğlub oldu. Beləliklə onların Asiya macərası yekunlaşdı. Amma unutmayaq ki, bu onların ilk beynəlxalq təcrübəsi idi və görünən odur ki, heç də pis alınmadı. Növbəti illərdə Türkmənistan klublarına uğurlar arzulayaraq gedirik otelimizə dincəlməyə, çünki səhər erkən saatlarında Azərbaycana qayıtmaq vaxtıdır. Səhər saat 6-dır və artıq Türkmənistanla sağollaşmağın vaxtıdır. Açığı bura gələndə
tamam fərqli hisslər keçirmişdim, lakin Türkmənistan məni sözün həqiqi mənasında, yaxşı mənasında təəccübləndirməyi bacardı və buradan xoş təəssüratlarla ayrılıram. Hər kəsə həyatında heç olmasa bircə dəfə də olsa bu gözəl torpaqları, bu gözəl diyarı gəlib görməyi mütləq tövsiyə edirəm. Bizdənsə bu buraxılışdıq. Bu qədər. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.